Və mən baş məşqçiyə dedim ki, bu oyun taktika üzərində qurulmayacaq. Biz bir savaşa çıxdıq. Mənim zədələrim mənə ekstra güc verdi, onu da deyim. Sonra mənə dedilər ki, voleybola qayıtmayasan. Dedim, qayıdacağam. 2 il sonra ikinci əməliyyatım oldum. Onlar elə mənə yox deyincə mən daha da dedim ki, eləyəcəm və bu neqativ momentlər məni yüksəltdi. Xarakter olaraq. Həm xarakter, həm idman olaraq. Böyük idmançı kimi yetişdik. Mənim bir qüvvə var idi də. O qüvvə Turanda hiss olunurmu? Azərkeşləri biz dəvət eləmirdik, özləri gəlirdi. Bu artıq böyük bir addımdır, belə deyim. Turan bir ailə idi, Turanda bir səmimiyyət var idi. Turan heç bir şeyə göstəriş üçün eləmədi. Bəzi klublar, hətta mediada bir qələbə ilə mediaya çıxıb göstəriş oldu. İtalyan bilsin ki, Turan Tovuz adında bir klub var. Yeni mərhələ üçün tramplindir, yoxsa elə burada qalıb qocalmaq istəyirsən? Getmək hardasa gəlir ağlıma, həm də ki deyirəm ki, yoxdur, artıq vətəndə qalım. Xaricdə olanda biraz ölkədə unudulmuşdum. İnsanlar, Ayşən qayıdıb, o abu-havanı hiss elədim. Ayşən çox uzun və çətin yol keçib. Ayşən 2 əməliyyatdan keçib. Ayşən günü bugünü zədələrlə oynayır. Ölkə idmanına həsr olunan söhbətlərimiz, podkastlarımız qaldığı yerdən davam eləyir. Bu gün maraqlı bir müsahibəmiz olacaq, söhbətimiz olacaq daha doğrusu. Son günlər ölkə idmanının demək olar əsas gündəmi olan bir hadisə var idi. Voleybol klubu, voleybol hadisəsi. Turan Voleybol klubu ölkə çempionu oldu və bu çempionluqla demək olar ki, bax bu idman növündə yeni bir canlanma müşahidə etdik. Buna qədər son illərdə etiraf eləyək ki, çox çempionluqlar, çox yarışlar görürdük, amma bu dəfə tamam başqa effekt gördük və demək olar ki, ölkə idman gündəminə oturdu komandanın bu çempionluq və bununla da artıq bu hadisənin qəhrəmanları belə deyək, kifayət qədər azarkeşlər ictimaiyyət arasında maraqla qarşılanır və biz bu hadisədə ən maraqlı şəxslərdən birini bu gün qonaq etmişik, söhbət eləyəcəyik ondan, Ayşən Abdüləzimova. Xoş gördük Ayşən xanım. Sağ olun. Turan Tovuzun kapitanı, milli voleybolçumuz. Bir neçə gün keçib üstdən artıq. Onda bəlkə başqa cür görünürdü, indi başqa cür görünürmü? Düşünürəm ki, hələ də o sevinci yaşayırıq. Çünki biz bir kubok qazanmadıq. Biz çox boşluqları belə deyim doldurduq. Bu həm mənim özümə aiddir. 7 ildən sonra qayıtdım və heç Azərbaycan çempionu olmamışdım və ilk dəfə Azərbaycan çempionu oldum. Həm baş məşqçi illər sonra, səhv eləmirəmsə 9-10 il sonra böyük voleybola qayıtdı və məşqçilik, baş məşqçi oldu. Həm də Turan klubu, belə deyim, 8 ay, hamı 8 ay deyir, amma mən bildiyim qədər ən gec toplanan klub biz olduq. Və çox qısa müddətdə biz böyük bir işlər gördük. Bu da bir qələbədir bizim üçün. Biz ancaq final udmadıq. Biz çox şey udduq, belə deyim. Bax, buradan başlayaq Ayşən. Vaşaş daha çox sənin karyeran belə deyək, ana xətti Vaşaşdır da Macaristanda. Bilməyənlər üçün xatırladıq. İndi irəliləyən dəqiqələrdə danışacağıq. Ayşən dəfələrlə Macaristan çempionu olub Vaşaş komandası ilə və eyni zamanda orada ilin ən yaxşı legioneri və digər bu kimi böyük mükafatlar qazanıb. Orada hətta Türkiyə karyeran olub, sonra Vaşaşa qayıtmısan. Orada səni bağlayan, mənim bir qüvvə var idi də. O qüvvə Turanda hiss olunurmu? Deyərdim, Turanda daha çoxdur. Çünki evimdəyəm. Orada da özümü evdəki kimi hiss eləyirdim. Haqlarına girməyim. Amma bura daha doğmadır. Bura daha həm öz dilim, həm öz dostlar, tanışlar. Bura bir ailədir. İdmanda hamı deyir ki, biz bir ailəyik, amma illər sonra onu da qeyd edim ki, mən bir ailə ortamını, səmimiyyəti mən Turanda yaşadım. Və buradan yola çıxaraq, şəhərdə voleybol ilkdir, yəni ənənə olub, əvvəl voleybol klubu olub keçmişində, amma belə tam professional səviyyədə və bu səviyyədə demək olar ki, ilkdir. Bu necə hisslər verir? Yəni, məsələn, Macaristanda və xüsusilə Vaşaşda daha çox voleybolun içində olan insanlar, daha köklü klub. Burada həm azarkeş tərəfindən, həm şəhər tərəfindən baxsaq məsələyə. Ümumiyyətlə, düzünü desəm, belə bir azərkeş mən görməmişəm.
Yəni ölkədə görməmişəm. Yalan deyimin, voleybolda görməmişəm. Azərkeşləri biz dəvət eləmirdik, özləri gəlirdi. Bu artıq böyük bir addımdır, belə deyim. Bəzi klublar azərkeşləri dəvət edirdilər. Və insanların özləri gəlirdi. Tovuzun hamısı Bakıya gəlirdi. Tovuzda olanda zal dolu olurdu. Ona görə deyirəm ki, biz qısa bir müddətdə ancaq çempion olmadıq. Biz çox şey qazandıq. Ayşən, az klub görməmsən, həm rəqib olaraq, həm oynamısan. İnfrastruktur necə? Turanın hazırki infrastrukturu, şəraiti hansı səviyyədədir səncə? Düşünürəm ki, ölkədə belə deyim, ölkədə Tovuzun zalı məncə ikincidir. Çünki Gəncənin zalı ən xoşuma gələn zal Gəncənin zalıdır. Və ondan sonra düşünürəm ki, bizim zaldır. Həm Teraflex, həm işıqlandırma, həm hər bir şeydə məncə biz daha üstünük. Və sezon boyunca onu da qeyd eləyəcəm. Sezon boyunca çox pis zallarda, çox pis zallarda biz çempionat keçirdik. Balaca zallarda, Dərnəgül açılana qədər biz çox balaca zallarda, hətta deyərdim uşaqların məşq keçimi orada düzgün deyil. Amma biz orada çempionat keçirdik. Və hətta elə bir məsələlər oldu ki, play-off oyunları Bakıda keçirilsin, Tovuzda keçirilməsin Dərnəgül açılandan sonra. Və sağ olsunlar, sonra bir razılaşmaya gəldilər ki, oyunlar, ev oyunları Tovuzda keçirilsin. Və o bizim üçün çox böyük bir müsbət tərəf idi. Ayşən, bir məsələni indi açıq danışaq. Voleybolun içindəsən və bu idman növündə hazırda bu mövsümü keçirən bir çox adam bəlli olduğu kimi rəsmi olan və olmayan məlumatlara görə Turan büdcəsinə görə birinci deyildi, transfer büdcəsinə görə yarışda. Belə olan halda, yəni rəqiblərin səndən daha çox və yaxud da əsas rəqibin səndən daha çox yatırım edirsə, daha böyük pullar xərcləyirsə transferlərə, voleybolçulara, nə etməlisən ki? Yenə qeyd edirəm, burada pul söhbəti deyil. Turan bir ailə idi, Turanda bir səmimiyyət var idi. Turan heç bir şeyi göstəriş üçün eləmədi. Bəzi klublar hətta mediada bir qələbə ilə mediaya çıxıb göstəriş oldu. Biz onların heç birini eləmədik. Biz səmimi ortamda işimizi gördük. Çıxdıq, oyunda kimin güclü olduğunu göstərdik. Hətta deyərdim ki, çox insanlar finalda DH Voleyin qalib gəlməyini istəyirdi və buna əmin idilər. Çünki ikinci oyunda, çempionatın ikinci oyununda qalib gəlmişdilər. Onu da qeyd etmək istəyirəm ki, uduzduğumuz oyun 3-2 hesabı ilə uduzduğumuz oyun çempionatda oynadığımız ən pis oyun idi. Buna baxmayaraq biz oyunu 3-2 elədik. Amma finalda İlk setə baxmayaraq, ilk setdə biraz biz, belə deyim, razminka idi bizim üçün və biz o uduzmaqdan çıxdıq. Sonra o biri 3 seti qalib gəldiysə, o bizim professionallığımızdır. Ayşən, izləyicilərimizə maraqlı olar deyə müxtəlif istiqamətdən suallar verirəm. Yəni Turan mövzusuna həm gəlib, həm qayıdacağam. Vaşaşda və Macaristanda baş verənlərdən danışaq. O müddət ərzində, 7 il ərzində qayıtmağa cəhd eləməməyin səbəbi nə idi və orada ümumiyyətlə necə idi atmosfer, orada nələr baş verirdi, maraqlıdır. İlk sezon mən Vaşaşa getmək səbəbim Azərbaycan voleybolunun səviyyəsinin, belə deyim, aşağı düşməsi idi. Və mən dedim ki, nə olur olsun mən ölkədən çıxım, bir baxım dünyada nələr var, bir özümü prob eləyim, nə olar olmaz və Vaşaşa ilk ilimdə mən Yaponiyada dünya çempionatından sonra getmişdim. Və ora çatanda əlbəttə ki, Yaponiya səviyyəsi ilə Macaristan səviyyəsi arasında fərq var idi. Biraz çaşmışdım. Hətta qayıtmaq istəyirdim. Amma bir oyun, 2 oyun gördüm ki, yox. Davam eləyəcəm və o biri ikinci sezonda səhv eləmirəmsə artıq biz Çempionlar Ligi oynayırdıq, səhv eləmirəmsə və artıq orada mən örgəşmişdim. Mən ora bir örgəşmişdim. Bakıdan təkliflər var idi. Qəbul eləmirdim. Elə bil ki, ora mənə artıq doğma gəlmişdi. Həm rəhbərlik barəsində, həm məşqçi barəsində, həm oyunçular barəsində. Və bəzi oyunçulardan biz komandanın bir belə deyim, 3-4 oyuncusu neçə ildir dalbadal bir yerdə işlədiydi ya, bir-birimizi tanıyırdıq. Və artıq sonuncu ilimdə
üç əsas oyunçu qərar verdi ki, artıq dəyişmək vaxtıdır. Və oyunçuların biri Polşa ligində oynayır, biri Çempionlar Liqinin finalını oynayacaq hətta. Mən də qayıtdım Turana. Ayşən Abdülləzimova bir çox versiyalara görə, yəni burdasan deyə demirəm, ölkə voleybolunda hər kəs bunu deyir. Bir çox fikirlərə görə və ümumiyyətlə faktlara görə belə deyək, hazırda ölkə voleybolunun yetişdirdiyi ən böyük adlardan biri, ən uğurlu adlardan biridir. O mənada ki, sırf öz yetirməmiz, öz məktəbimiz, öz ad soyadımız, öz dilimizdə danışan və digər bu kimi məqamlarla. Bunu hiss edirsənmi bu fərqi? Yəni bu barədə heç düşünmüsən? Yaxud da bu məsələyə sənin öz baxışın varmı, bir fikirlərin varmı? Düzünü desəm mən xaricdə olanda biraz ölkədə unudulmuşdum. Onu da hiss eləmişdim. Amma qayıdandan sonra elə bil ki, insanlar Ayşən qayıdıb, Ayşən qayıdıb. O abu-havanı hiss elədim. Amma Ayşən çox uzun və çətin yol keçib. Ayşən 2 əməliyyatdan keçib. Ayşən günü bugünü zədələrlə oynayır. Və bu heç bir asan deyil. İdman özü asan bir şey deyil. Zədəli idmançı üçün daha da çətindir. Çünki sevdiyin işdir. Yox deyə bilmirsən. Amma bu tərəfdən də səhhətli fikirləşirsən. Ona görə biraz çətindir. Amma mənim zədələrim mənə ekstra güc verdi, onu da deyim. İlk əməliyyatımdan sonra mənə dedilər ki, voleybola qayıtmayasan. Dedim, qayıdacağam. 2 il sonra ikinci əməliyyatım oldum. Onlar elə mənə yox deyincə mən daha da dedim ki, eləyəcəm və bu negativ momentlər məni yüksəltdi. Xarakter olaraq. Həm xarakter, həm idman olaraq. Böyük idmançı kimi yetişdin. Bəs peşəkarlıq tərəfindən ölkədə qalsaydın, belə bir müsahibəm var idi ki, mən legioner həyatı yaşamağım təbii ki, böyüməyimdə çox mühüm rol oynadı. Səncə o dövrdə ölkədə qalsaydın və yaxud da başqa bir ssenaridə bu qədər böyük top səviyyəli, ölkə səviyyəli voleybolçu olacaqdınmı? Yəni belə deyək, bu ssenaridə əsas həll edici məqam nə idi səncə? Bu hekayədə. Legioner həyatı yaşamaq. Hətta onu deyim ki, kaş ki daha tez çıxardım. Daha tez böyüyərdim. Daha tez təcrübə yığardım. Çünki mən orada Çempionlar Ligi oynadım. Mən CEV-in 3-cü yerdə bitirdim. Və belə deyim, Azərbaycan çempionatında 9 komanda var və biz ancaq Azərbaycan çempionatı oynayırıq. Orada biz həm Macaristan Kubok oynadıq, həm çempionat oynadıq, həm Çempionlar Ligi oynadıq, həm Mevza Kubok oynadıq. Biz 4 dənə yarışda iştirak edirdik. Burada biraz asandır deyim, amma asan da deyə bilmirəm, çünki evdə daha çox insanların gözü səndədir. Mən bura məsəl üçün gələndə təsəvvür eləmirdim ki, 7 ildən sonra gəlim və burada uduzum. Mən onu qəbul eləyə bilməzdim. Bunu klub rəhbərliyinə də demişdim. Ona görə də hər şey istədiyimiz kimi oldu. Ağrı ilə, çətinliklərlə. Hamı elə bilir ki, Turan komandasında problemlər yox idi. Var idi, amma biz o problemləri tez həll edib kənara qoyurduq ki, bu komandaya təsir eləməsin. Və bizim müsbət cəhətimiz də ondan ibarət idi ki, komanda belə deyim, kapitanla məşqçi elə ki, bir körpü var aralarında. O körpü ilə komanda çox şeydən xəbəri yox idi. Biz onu özümüz həll edirdik. Və burada da həm rəhbərlik deyim və həm də Ziya Rəcabın mənə çox böyük köməyi oldu. Biz belə əl-ələ verib işlədik və nəticə sonu gəldik. Biz klub prezidenti qonağımız olub və yenə olacaq. Ziya Rəcəbovdan digər aidiyyatı şəxslərlə müsahibələrdə bu sualı başqa formada verəcəm. Kapitan olaraq Avropanın top klublarını görmüş olaraq və digər bu kimi detalları nəzərə alsaq, hazırki Turan klubu, məşqçilər heyəti, işçi heyəti, voleybolçuları, indi transferlər olmaq şərtindən Avropanın orta səviyyəli və yaxud da Avropada nəticə verəcək kluba çevrilə biləcəkmi və yaxud da buna hazırdırmı səncə? Məncə çevriləcək, çünki istək çoxdur. Biz çox istəyirik, həm rəhbərlik, həm oyunçular. Rəhbərlik dediyim ancaq, rəhbərlik dediyimdə hamını deyirəm, həm məşqçilər korpusunu, həm qıraqda kənarda insanlar, Tovuzun özü, hamı çox, bizdən çox istəyirlər ki, biz bir klub olaraq çıxaq
dünyada bir Turan Tovuz adını insanlar artıq bilsin. Məsəl üçün İtalyan bilsin ki, Turan Tovuz adında bir klub var. Niyə də olmasın? Və bunu çox istəyirik və məqsədimiz gələn il budur. Ayşən, bu istək sevgi öz yerində də. Bu təbii ki, idmanda vacibdir və bəzən həll edicidir. Amma mən əsas soruşmaq istədiyim nə idi? Yəni bir klub struktur, ya insanlar biraz bu barədə az məlumatdadır, ona görə soruşuram. İndi mən azdan çoxdan idman içində olan adamam. Sən tam olaraq bu işlə məşğulsan. Belə deyək də, lazım olan tutaq ki, məşqçinin texniki heyəti, köməkçiləri, komandanın ehtiyat heyəti, idarə etmədə menecerlərin, digər şəxslərin rolu. Yəni bütün bunları belə dəqiq analiz eləsək də, incəliyinə varsaq. Yəni səviyyə odurmu? Məsələn, ola bilərmi ki, biz deyək ki, yox, bu səviyyədə olmaq üçün daha 2 analitik lazımdır kluba və yaxud da ehtiyat oyunçusu. Belə deyim, daha professional yanaşmalıyıq gələn il. Çünki bu il Azərbaycan çempionu olduq, amma bununla bitmir və biz daha böyük məqsədlər qoymuşuq qabağımıza və düşünürəm ki, hər bir ya məşqçisi olsun, ya oyunçusu olsun, ya rəhbəri olsun, bu il elədiyimiz səhvləri gələn il eləməməli. Çünki Avropa bunları bağışlamayacaq. Ora tam başqa səviyyədir. Ona görə məncə hamısı öz üzərində işləsə daha da yaxşı olar. Böyük təcrübə qazandılar bu il. Gələn il daha da yaxşı olmalılar. Çünki yenə də deyirəm, o Azərbaycan çempionatı deyil. Orada çıxıb, əgər gediriksə ora elə-belə getməyək. Çempionlar Ligi oynamaq üçün məsəl üçün getməyək. Gedək bir nəsə eləmək üçün. Sonra deməsinlər ki, bunlar Azərbaycanda uddular, orada heç nə eləyə bilmədilər. Karyeranın müəyyən bir nöqtəsindəsən və qeyd etdiyin kimi Avropanı görüb, yaşayıb gəlmisən. Turan yeni mərhələ üçün tramplindir, yoxsa elə burada qalıb qocalmaq istəyirsən? Maraqlı sualdır. Əslində mən Bakıya qayıtmağın heç fikrim yox idi. Və hətta bunu rəhbərliyə demişdim ki, sizinlə ilk görüşə mən elə-belə gəlmişdim ki, nə istəyirsiniz məndən. Amma sonradan oturduq, danışdıq, gördüm ki, yox, bunlar bir yenə deyirəm, istəkləri, potensialları böyükdür. Dedim, bir il qalım, problem olar, olmaz. Amma hal-hazırda həm getmək hardasa gəlir ağlıma, həm də ki, deyirəm ki, yox, artıq vətəndə qalım. O barədə hələ qərarlarımı verməmişəm. Yəni, tam harda karyeramı bitirmək istəyirəm, onun qərarını verməmişəm. Karyera dedin, Ayşən, yəqin ki, çatmamısan karyeranın ən böyük hədəfinə. Maraqlıdır, həm klub, həm milli səviyyəsində bu nə ola bilər? Klub olaraq Turan adından danışım. Əlbəttə ki, Avropada bir ad eləmək. Milli olaraq onu qeyd edeyim ki, ən azından bu il Azərbaycanda keçən Avropa çempionatına uğurlu çıxış. Millinin düzəlməyi, yaxşı olmağı, əvvəlki əzəmətinə qayıtmağını yəqin ki, sən voleybolçu kimi görməyəcəksən. Milli artıq gənclərə ehtiyacımız var. Artıq belə deyim, mənim dövrümdəki insanlar karyeralarını çoxları bitirir. Elələri var, ailə qurur, bitirir, ana olurlar, bitirirlər və arxadan gələn gənc oyunçulara ehtiyacımız var, amma hələ ki yoxdular. Və o böyük bir minusdur, belə deyim. Çox istəyərdik artıq bizdə də bir dəyişiklik olsun, bir gənclər də gəlsin. Amma gənclərimiz də hazır deyil buna. Gənclərin hazır olmamaq səbəbi yəqin özlərindən asılı deyil. Özlərindən asılı deyil. Yəni bunun üçün şərait, yanaşma. Həm özlərindən asılıdır, həm məşqçilərindən asılıdır. Çox nüanslar var. İndiki gənclərlə... Mən dolayısıyla ölkə voleybolunun bu günündən danışıram, yəni problemlərindən, hər şeyin yaxşı olmadığını. Neçə ildir millidə eyni oyunçulardır. Və siz dünyaya baxsınız, dünyanı da qoydum, Avropaya baxsınız, görsəniz ki, gənclər yetişir. Gənclər yetişir, artıq belə deyim, neçə il oynayan oyunçular rahat gedə bilirlər. Biz bugün onu eləyə bilmirik. Biz zədəli də olsaq milliyə gəlir, çünki yerimizə oyunçu yoxdur. Və o çox pisdir. Həm bizim üçün
Məsəl üçün götürüm İtaliyanı. İtaliyada bir neçə dənə yarışda iştirak edirlər. Hər yarışda başqa-başqa oyunçular çıxır. Bizdə hər yarışda eyni komanda gedir. Eyni oyunçular, eyni komanda. Məsəl üçün elə bir yarış olsaydı biz gəncləri göndərsəydik, amma Avropa çempionatına özümüz çıxsaydı, həm biz dincələrdik, həm səhhətimizə fikir verərdik. Onda okey. Hətta İslam oyunlarında da eyni komanda gedir. Avropa çempionatında da eyni komanda gedir. Bir-iki oyunçu çıxmaq şərti ilə, amma yenə də ümumi götürəndə eyni oyunçulardır. Ayşən, Ziya ilə Ziya Rəcəbovla vəhdətindən danışaq. Çox gözəl səhnədir, çox gözəl mənzərədir. Bəzən uzun illər Azərbaycan idmanında çox dəbdə olan bir mövzu var. Özümüzünkü və xarici legioner və yerli məsələsi. Həmişə xarici məşqçilərə daha çox inanmışıq, daha çox şans və yatırım eləmişik, o cümlədən də idmançılara. Bir çox növlərdə təbii ki. Niyə belə olub demirəm, çünki uzun söhbətin mövzusudur. Məsələn, sənin və Ziyanın vəhdəti göstərə biləcəkmi ki, müəyyən mənada indi sən kapitan kimi, o baş məşqçisi kimi, yox əslində bunu biz də bacarırıq. Belə deyim, mən Ziya ilə uzun müddətli bir-birimizi tanıyırdıq, amma heç vaxt bir yerdə işləməmişik. Amma Ziyanın işlədiyi oyunçulardan, xarici yerli, hamıdan soruşanda Ziya haqqında çox pozitiv şeylər danışırdılar deyə. Dedim, nə yaxşı mənim bəxtim gətirib Ziya ilə işləyərik. Ziyanın ən böyük müsbət xasiyyəti odur ki, Ziya pozitivdir. Ziya qadınlarla işləmək çətindir. Ziya oyunçuları belə lor dilində desəm, yeri gələndə yola verməyə bacarırdı. Yerli məşqçilər bu il Azərbaycan çempionatında həm oğlanlarda, həm qızlarda final oynayan komandaların məşqçisi ikisi də Azərbaycanlı idi. Qızlarda da, oğlanlarda da. Bu artıq böyük bir addımdır. Amma xarici belə deyim, Macarstanda da mənim məşqçim Macar deyildi. O məncə dünyanın hər bir yerində var. Xaricilərə daha çox üstünlük verir, daha çox inanırlar. O ancaq düşünürəm ki, bizdə deyil. Necə ki, oyunçular barəsində olsun, istər məşqçilər, istər fiziki hazırlıq məşqçiləri də xaricilər gətirirlər. Həm öz yerli məşqçilərimdə, hamıda yoxdur. İndi belə deyim, səhv görmürəm, amma istəyərdim ki, daha çox öz üzərində işləsinlər ki, sabah xarici gətirəndə bizimkilərin belə deyim, dili uzun olsun ki, o məndən nədə yaxşıdır. Mən onu çox istəyərdim ki, fərqi yoxdur, hansı bir peşədə olsun, hansı bir idmanlı olsun, desin ki, hansı səbəblə. Məsəl üçün, mənə göstər ki, bu işdən məndən daha üstündür, onda mən gedim, məsəl üçün, üzərimdə işləyim və gələn il onun yerinə gəlim. Amma elə bir şey var. Məncə dünyanın hər bir yerində elədir. Xaricilərə daha çox üstünlük verirlər. Ayşəni Azərbaycan voleyboluna bəxş edən səbəb nə idi və ya kim idi? Özüm çox istəyirdim. Özüm böyük bir fanat idim. Özüm bildim, evdə də hava qırğını edim ki, məni voleybola aparın. Hər şey özümdən oldu. Amma sağ olsun valideynlər günü bu gün də arxamdadılar. Zədələmsən də. Həm ya olub içlərindəki zədələmişsən artıq bəsdir. Bir valideyn kimi övladını fikirləşirlər. Amma bu gün sevinclərini mənlə paylaşırlar. Mənə pis olanda onlar da pis olur. Və ən çox da valideynlərim deyim. Belə deyim, mentalitet söhbəti bizim ailədə olmadı. Hə, onu soruşursan. Əksinə dəstək oldu. İndi də dəstək edirlər. Çempionluq vaxtı arenadaydılar yoxsa? Yox, evdə idilər. Hisslər necə? Şəkidə yaşayırlar onlar? Yox, Bakıda. Bakıda yaşayırlar. Hisslər necə idi? Yəni belə vuran nəsə var. Sevinirdilər. Mən daha çox papa emosionaldı. O biraz qışqırar, belə sevinər, eləyər. Mama dua eləyib oturur. Papa daha çox emosionaldı. Son olaraq final görüşündə mən indi klubla biz ünsiyyətdə olanda da verilişdən kənar maraqlı məqamlar eşidirəm. Final görüşündə komanda özünün ənənəvi potensialının daha artığını ortaya qoydu. Ayrı-ayrı adlar olaraq da. Doğrudur, uğursuzluqlar da var idi, yəni xırda detallar olaraq. Amma bəzi adlar var idi ki, sanki mövsümün oyununu keçirirdi komandada. Ümumiyyətlə buradan baxaraq finalı bizim üçün danışardım.
Biz hardasa finaldan bir həftə əvvəl belə deyim, bəlkə daha az başlamışdıq artıq taktika işlərinə, analiz işlərinə və mən baş məşqçiyə dedim ki, bu oyun taktika üzərində qurulmayacaq. Bu oyun prinsipal oyundur. Burada nə istəyirsən elə, taktikalıq bir şey deyil. Biz o oyundan, o oyuna çıxanda biz bir savaşa çıxdıq. Biz sübut elədik ki, keçən dəfə siz bizdən udmusunuz, amma finalı biz götürəcəyik. Mən bunu bütün müsahibələrdə demişəm ki, bu bir prinsipal oyundur, prinsip oyunuydu. Ona görə əslində taktika işləmədi deməyim, işlədi, amma ən çox belə sübut eləmək idi ki, biz daha güclüyük. Ayşən, təşəkkür edirəm suallarını cavablandırdığın üçün. Məncə sənin karyeranın ən yaxşı, ən böyük müsahibəsi hələ qabaqdadır. Bu gün biz gündəlik mövzuda belə deyək danışırdıq daha çox və elə ümid eləyək ki, Turanla qazanacağın böyük uğurlardan sonra həm karyeran, həm klubdakı fəaliyyətinlə bağlı maraqlı bir müsahibə eləyərik. Bu gün qonağımız Ayşən Abdüləzimova idi, ölkə idmanının maraqlı simvollarından biri. Qeyd etdiyim kimi çox geniş danışmaq olar, çox maraqlı danışarıq hələlik.